Salam dəyərli abituriyentlər, bugünkü mövzumuz artikel mövzusudur. Baxın, mövzuya girişməmişdən öncə belə bir şey deyim. Müəllim bütün mövzularda rol oynayır. Yəni izahlar verir, qısaltmalar verir. Amma iki dənə mövzu var ki, orada müəllimin rolu daha az, sizin rolunuz daha çoxdur. Hansı mövzulardır? 1. Söz önü, 2. Artikel. Niyə görə burada müəllimin, hardasa artikelda da biraz müdaxilələr eləyəcəm. Hardasa, amma yenə deyim çox yox. Amma söz önü belə bir şeydir ki, konkret olaraq əzbərçilikdir. Məsələn, biz modal, məhsul və bu kimi qaydaları izah edəndə qısaltmalar eləyirəm, tiyolar verirəm, trüklər verirəm ki, məsələn, bunu gördüm, bunu eləyə bilərsən, bunu eləyə bilərsən. Amma artikel elə bir mövzudur ki, yəni məsələn, Z-lə işləmə məqamları var, Z-lə işləmə məqamları var, məsələn, artikellə işləmə məqamı var, sonra EN-lə işləmə məqamı var. Yəni, bu məqamları əzbər bilməsən, yəni yazma şansın yoxdur. Yəni, bu nə ilə isə bağlı deyil. Bunu konkret olaraq əzbərləyirsən ki, bundan sonra bu gəlir. Yəni, bu netdir. Ona görə bugün daha çox izah eşitməkdənsə, sadəcə olaraq bəndləri burada sadalayacağım ki, baxın, buna diqqətlə fikir verin. Burada bu nə deyə bilərəm sizə? Testlərdə ən çox buraxacağınız səhvlər üzərində biraz daha dayana bilərəm. Başlayırıq. Artikel ilk qaydası nədir? Artikel isimə aiddir. Yəni, isim varsa, artikel var. İsim yoxdursa, artikel da mənasızdır. Bu elə ən birinci qızıl qaydamız. Yoldaşlar, deməli, artikel iki yerə bölünür. Qeyri-müəyyənlik və müəyyənlik artikeli. Qeyri-müəyyənlik hansıdır? EN-dir. Müəyyənlik isə Z artikelidir. İndi burada bir dənə məqam var. Biz bu EN-lə tanış olmuşuq. Harada? İsim dərsində. Ən birinci dərsdə tanış olmuşuq. Necə tanış olmuşuq? Deyirik ki, EN bərabərdir. EN bərabərdir 1-ə. Yəni 1. Bu o deməkdir ki, biz isimlərdə countable bir də uncountable məsələsini öyrəndik. Sayılan, sayılmayan. Sayılan dərsini keçəndə dedik ki, sayılan isimlər həm tək olur, həm də cəm olur. Düzdürmü? Sayılan tək isimlərin qarşısında, yəni say sistemi neçədən başlayır? Belə deyək də, 0 nəzərə almasaq, 1-dən. Yəni bir şey sayarkən 1-dən başlayır. 1, 2, 3, 4, 5, düzdürmü? Yəni hər bir əşyanın və yaxud da ki, belə deyək, ismin sayılandırsa, təkdədirsə, mən ya 1 yazmalıyam, 1 bərabərdir nə? EN. Yəni, ya da EN yazmalıyam. Yəni, bu bir faktdır. İndi yoldaşlar, deyərsiniz ki, mən hardan bilim ki, E mi yazım, N mi yazım? Bu da tələffüzdən irəli gəlir. Yazılışdan yox, tələffüzdən irəli gəlir. Tələffüz nədir? Biz deyirik ki, əgər saitlə başlayırsa, N yazacam, samitlə başlayırsa, E yazacam. Məsələn, B, book, B, samit, E, book. Yəni, orada E artikli ilə olacaq. Yox, desəm ki, məsələn, Apple, deməli, saitlə başladı, olacaq an apple. Biz bunu bəzi isimlərdə daha aydın görürük. Məsələn, yəni, qlobal olan bu fikirlərin age ilə başlayır, samitlə başlayır. Yəni, əksər adamlar deyir ki, şurada, yəni, burada biz E qoyacağıq. Niyə? Çünki samitlə başlayır, artikel qoyaq. Yoldaşlar, biz nəyə baxırıq? Burada tələffüzə fikir veririk. Tələffüz nə ilə başlayır? A-və. A ilə başladığına görə saitdir. Saitdir isə N-A-və yazılacaq. Fikir verin, N-A-və. Ona görə deyirəm, mütləq şəkildə yaxşı öyrənin. İsmi nəyinə görə seçirəm mən? Tələffüzünə görə seçirəm. Yəni, ilkin mərhələdə izah olunması, vurğulanması hissə bu qədər. Davam eləyək. Qeyri-müəyyənlik artikelləri bir deməkdir və yalnız sayıla bilən tək isimlərin qarşısında işlənir. Yəni, sayılmayanın qarşısında işlədilmərəm. Niyə? Çünki ağzında deyirəm ki, sayılmır. Sayılmırsa necə olacaq? Burada da bayaqkinin izahıdır. Yəni, saitdən başlamaq, samitdən başlamaq. Bir də belə bir məsələ var. İsmin qarşısında tənecilər olur, sifətlər olur. Artikel nə edir? Artikel sifətin önünə keçir. Yəni, nə qədər işlədirsən işlət, artikel yerində dayanmır. Həmişə önə gedir. Və buradakı məsələ nədir? Bir də bu izaha çox diqqətlə fikir verin. Artikelin mövcudluğu isimə görədir. Yəni, kar varsa artikel var, yoxdursa yoxdur. Amma E mi olsun, N mi olsun, o ismə görə deyil. O, nəyin qabağında işlənirsə ona görədir. Məsələn, bu dəqiqə karın qabağındadır, E işlətdim. Sonra bunun qabağında bir dənə təyin edici atdım, expensive. Deməli, buradan bura tullandı. Burada E qoyacam, N qoyacam, işləndiyi sözün başlanğıcına baxın. Yəni, expensive-ə görə qoyuram. Bir dənə də artırsam,
ona görə qoyacağam. Bir dənə artırsam ona görə qoyacağam. Yəni en olması nəyin qarşısında işlənirsə ona görədir. Amma mövcudluğu isə kara görədir. Yəni orada article olsunmu, olmasınmı? Məsələn, an expensive cars. Yanlışdır bu. Mən buna s artırsam, axı bu cəmdə bu bir deməkdir. Mümkün deyil axı. Deməli, mövcudluq buna görədir. Amma mi olsun, mi olsun, nəyə görədir? İşləndiyi sözün nəyin önündə işlənsə ona görədir. Getdik. Əzbərə başlayırıq. En artı aşağıdakı hallarda işlənir. 1. İnsanların sahib olduqları gəzicilik peşələri demək üçün. Yoldaşlar, burada bir dənə belə bir qayda deyirik də biz. Sayılan tək isimlərin qarşısında işlənərsə. Baxaq görək, bunu biz nə ilə bağlaya bilirikmi? Doktor, injinier, sayılan tək isimlimi? Bəli. Mən orada artikel yaza bilərəmmi? Bəli. Çox yazdım. Və burada belə bir qeydimiz var. Deyir ki, həmin bu peşələr titulda ola bilir. Sem həkimdir, burada peşədir. Həkimsim, bax burada həkim nədir? Tituldur. Yəni burada titulun olmaz. Əgər bunlar önə gələrsə, titul olarsa, bunlarla artikel işlənməz. Niyə? Yenə də semə baxırıq. Sem burada artikel işlətmir, ona görə biz də qoymuruq. Amma yox, cümlənin ortasında olarsa, sayılan tək isimdirsə artikel qoyacağam. Cümlə zera, zevoz, zevör ilə olarsa, zera, zevör niyə demir? Çünki cəmdə olarsa avtomatik artikel düşəcək. Ona görə zeriz və zevoz yazıb orada. Zeriz, zevoz olarsa, deyir ki, ifadələrdən sonra sayılan tək isim gələrsə. Yoldaşlar, yenə də mən baxıram ki, bike sayılan təkdir, artikel qoymuşam, station sayılan təkdir, artikel qoymuşam. Deməli, mən bunun da başını gətirdim, birinci dediyim ana qaydaya bağlaya bildim. Ana qayda nə idi? Sayılan tək isimlərin qarşısında artikel olmalıdır. Sonra gəldim nəyə? Have got məsələsinə. Deyir ki, feildən sonra sayıla bilən tək isim gələrsə. Yenə də have-in, have got-un olması mən üçün çox bir önəmi yoxdur. Garden sayılan təkdir, artikel qoydum, düzdür. Deməli, bunu da ana cümləyə bağladım. Sadəcə olaraq, niyə bunları belə bənd-bənd bölmüşəm? Ona görə ki, hərəsi bir formatda qarşınıza çıxsa, deyəsiniz ki, görürsən, have-də fərqli məqam var idi. Görürsən, zeri-zerada fərqli məqam var idi. Yəni, bunu ona görə bənd-bənd ayrı və belə bir izah verirəm ki, fərq yoxdur. Nə görürsə görün, yəni qorxmayın. Deməli, gəldim what məsələsinə, nida məsələsi. Əgər nidaya baxmışsa görəcəksiniz ki, nidada en artikel işlənir. Yoldaşlar, mən baxdım bura, boy sayılan təkdirmi? Bəli. Artikel işlədimi? Bəli. Aha. Kimin nə olduğu, nəyin nə olduğu bildinərsə, yəni kimin nə olduğu, Kobe Bryant kimdir? Basketbol oyuncusudur. Okey, yəni bunun oyuncu olduğunu bildik. Bəs yaxşı, ana cümlə ilə bunu bağlaya bilərəm. Ana qayda ilə, bəli, player sayılan təkdir, artikel olmalıdır. Məsələ bitmişdir. Yemək vaxtları artikeldə işlədilir. Lakin onların əvvəlində sifət gələrsə. Yoldaşlar, normalda breakfastdır, lunchdır, dinnerdir, supperdir, bunlarda artikel yoxdur. Amma bunların qarşısında təsvir edici təyin gələrsə, məsələn, səhər yeməyi, bir də deyirəm ki, dadlı səhər yeməyi, böyük səhər yeməyi, o zaman artikel olacaq. Məsələn, fikir verin, supper yoxdur, a delicious supper, delicious-a görə orada olacaq. Yəni, bu əzbərlənəsi məqamdır. Bu, bəli, əzbərlənəsi məqamdır. Bunu çox ciddiyə alın. Yəni, bu ana qaydaya başını bağlaya bilmirəm. 6-cı bəndə qədər 5 dənəsin başını bir qaydaya bağladım. Sayılan tək ismi qarşısında artikel olar. Amma bunu bağlaya bilmədim. Deməli, biz bunu əzbərləməliyik. Gəldim 7-ci bəndimizə. Deyir, isim haqqında ilk dəfə danışıldı, en artikel işlənir. Bu, ümumi bir qaydadır. Yenə də sayılan tək isimdirsə artikel qoyurum. Amma ikinci dəfə yenə ondan danışılarsa, artıq o müəyyən olur. Yəni, z artikelına işlənir. Bəzi miqdar sayıları artikel işlənir. Bu, say dərsinin əgər videosuna baxmışsınızsa, orada biləcəksiniz ki, yəni, bu yenə deyirəm, sadə bir mexanizmdir. Yəni, say sistemi birdən başlayır. Deyirik 1, 2, 3, 4, 5. Yəni, biz saymağa buradan başlayırıq. Yəni, bu da yüzlüyə ilə başlayır. 1, 100, 200, 300, 1000, 2000, 3000. Yəni, 1, 1, 1-dən başlayır. Ona görə də qarşısında ya bir rəqəm deyəcəm, ya da nə deyəcəm? En article. 100, 100. Eyni şeydir. Biz sayda vurğulamışdıq ki, yoldaşlar, 100 olmasının burada, belə deyək, heç bir önəmi yoxdur. Bu yenə də cəmdə olacaq. Niyə? Çünki bəzən abituriyentlərdə işlədik ki, en artikel 1-ə bərabərdirsə, niyə student cəmdədir? Yoldaşlar, 1, 100, yəni 100 dənə orada tələbə var, yəni.
Təbii ki də mən burada cəm qoyacağam. Yəni bir məntiqi bir şeydir bu. Sonra yuxarıdakı saylar, aha, deməli yenə də bu say dərsinə gedir çıxır. Burada artikellər düşə bilərmi? Bəli, bir halda düşə bilər. Əgər sayların böyrünə of gələrsə, bu artıq bir bədii ifadə olur. Larla, lərlə, minlərlə, yüzlərlə, milyonlarla olur ifadə və bura s qəbul olunur. Yəni hundreds of. Yaxşı, bir kiçik xatırlatma eləyək. Mən of atsam hundreds olarmı? Qətiyyən. Mən yaxşı of yazsam s ata bilərəmmi? Hundred of deyə bilərəmmi? Qətiyyən. Bir yol var. Hundreds of. Yəni s də var, of da var. Of yoxdursa s də yoxdur. Bu qədər sadə. Numerativ sözlərdə eyan artikel işlənir. Biz getdik hara? İsim dərsinə. İsim dərsində dedik ki, sayıla bilməyən isimləri saya bilmək üçün numerativ sözlərdən istifadə edirəm. Yoldaşlar, bunu əzbərləməyə ehtiyac varmı? Məncə yox. Niyə? Çünki box sayılan tək isimdir, artikel qoymuşam. Burada nə var ki? Və yaxud da ki, piece, loaf, jar, kilo, bowl. Bunlar nədir? Sayılan tək isimdir. Mən də orada artikelimi qoymuşam. Numerativ sözlər cəmdə olarsa artikel işlədim. Məntiqi. Cups cəmdədir. Mən onun qabağını necə bir deyə bilərəm? Deyə bilmərəm. Və yaxud da ki, pieces cəmdədir. Mən onun qabağında necə bir deyim? One pieces, a pieces. Təbii ki də yanlışdır. Numerativ sözlərdən sonra gələn isim artikelsiz işlənir. Məsələn, a jar of. Yəni deyir ki, bu hissədə numerativ, bunu artıq göz ardı eləyə bilmərik. Bunu biz nə etməliyik? Əzbərləməliyik. Numerativ sözlərdən sonra gələn isim artikelsiz işlənir. Niyə? Baxın, mən bura başlamazdan öncə nə dedim? Sayıla bilməyən isimləri saya bilmək üçün işlətdiyim konstruksiyadır. Deməli, zaten ecarafdan sonra gələn isim sayılmır da. Mən ona görə qoymuram. Yəni, Cem sayılmır, kafe sayılmır, sugar sayılmır, salt sayılmır. Mən necə qoyum onu? Məntiqi. Çox da yəni belə əzbərlənsiz şey deyil. Yəni, mənim tək təmənnam bilirsiniz nədir? Öyrənin. İstəyirsiniz nəzəriyyəni, istəyirsiniz əzbərini, mənim üçün fərq etmir. İmtahan elə bir situasiyasında insan adi bir şey unuda bilir. Amma belə deyək, sxemlə, düsturla, vizuallə olaraq nəyəsə biz yadda saxlayırıqsa, o daha çox insan yadında qalır. Yəni, istər həyəcanlana, istər qorxa, nə olursa olsun, o bizim yadımızdan çıxma ehtimalı çox azdır. Aydındır, çox azdır. Mən də ona görə sizə bir şey aşılamaq istəyirəm ki, kör-köranı əzbərləməyin. Yəni, bir baxın, görün burada məntiq varmı? Aşağıdakı ifadələri eyan artikel işlənir. 10 miles an hour, half an hour, as a result. Yəni, bu ifadədir, as a result. Deyə bilməsi ki, olar mən as a result deyim. As a result of ifadə nəticədə deməkdir. Half an hour 1 saat, yarım saat deməkdir. Məsələn, saatda 10 kilometr, daha doğrusu 10 mil və yaxud da ki, mili kilometr boyu fərqi yoxdur. Bunlar yəni bir göz gəzdirin. Gündə 2 dəfə, nə bilim 1 saat yarım, bunlar ifadə kimidir. Yəni bunları ona görə yazmışam ki, görəndə belə deyək də şey eləmək ki, necə olur, bu cəmdə, bu təkdə belə bir şey mi olur? Bəli, bunlar konstruktiv ifadələrdir. Sonra gəldim həvli ifadələrə. To have feili ilə işlənən bəzi birləşmələrdə eyan artikel işlənir. Desəz ki, to have a rest niyə belədir? Təbii ki, mən sizə heç bir açıqlama verə bilmərəm. Bu birləşmədir, bu belə qəbul olunur. Biz də əzbərləməliyik. Bitdi. Have a walk-dur, have a party-də, have a good time. Deyək ki, müəllim, necə yəni? Time axı orada vaxt mənasında sayılmır. Yeganə olaraq vaxt mənasında işlənib. Yəni, vaxt, biz bilirik ki, time isim dərsində bir dənə səyahət eləyək. Time'ın 2 mənası var. Vaxt və dəfə. Dəfə kimi biz onu sayırıq və qarşında time deyə bilirik bir dəfə. Amma vaxt kimi sayılmır. Düzdürmü? Amma yeganə konstruksiya budur ki, time burada vaxt kimidir. Amma mən burada artikel qoyuram. Normalda qoymamalıyam, amma qoydum. Sual versə, niyə deyəcəm ki, əzbərlə, bitdi. Yəni, bunun başqa bir yolu yoxdur. Ona görə deyirəm ki, artikel və söz önündə ehtiyatlı olun. Sizin üstünüzə düşən yük daha çoxdur. 80%, 90% sizin üstünüzə düşür, 10% də mənim üstümə. Orada da bəzi şeylər var ki, deyirəm ki, buna bir dənə diqqətini yetir, bunu belədir yəni. Davam edeyim. Sonra bizə qayda deyir ki, lakin to have feili yemək alarla işlənərsə. Yoldaşlar, bayaq yeməkdən danışdıq da, dedik ki, yeməklərlə artikel yoxdur. Amma qarşısında təsvir edici təyin gələrsə var. Eyni şeyi bura tətbiq edirəm. To have breakfast yoxdur. To have a delicious breakfast, bəli var. Sonra gəldim mən bu hissəyə. Deyir ki, seçmə suallarda, yəni alternative question'da isim sayılan tək olarsa. Yoldaşlar, istəyir bu seçmə sual olsun, istəyir adi sual olsun, mənim üçün heç bir fərqi yoxdur.
İsimlər sayılan təkmi? Bəli. Artikel qoymalıyam mı? Bəli. Sonra gəldik quiet rather such məsələsinə. Bu ifadələrdə ehtiyatlı olun. Artikelin işlənmə yer məsələsi var. Bax. İşlənmə yer məsələsi var. Sayıla bilən tək isim gələrsə artikel işlənir. Yəni such deyilən şey yoxdur. Bundan ehtiyatlı olun. Aydındır. Sonra deyir, birləşmə şəklində olanlar, bayaq yazmışdıq da, məsələn, gündə bir dəfə, 2 dəfə, 3 dəfə, bayaq ki, məsələn, saatda 10 millə, yəni eyni şeyin digər bir versiyasıdır. Ənlər bitdi. Gəldik Z-lərə. Görək, burada nəydən danışırıq? Z artiklı istənilən isimlə işlənir. Yəni, bu nə deməkdir? Bu deməkdir ki, istəyir sayılan tək olsun, istəyir sayılan cəm olsun, istəyir sayılmayan olsun. Nə cürünə isim varsa, hamısını işlənir. Heç bir problem yoxdur. İsmin əvvəlinə sifət işləndikdə artikel sifətinin əvvəlinə keçir. Yəni, əndə dediyimiz şey, artikel buradaydısa, gəldi bura. Bir dənə də nəsə sifətdən falan artırsam, gedəcək qabağa. Bir dənə də qabağa, bir dənə də qabağa. Yəni, nə qədər işlədirsən, o ən birinci durmağı sevir. Aydındır. Aha. Gəldik hallara. Müəyyənli artikel nə vaxt işlədirəm? 1. İkinci dəfə danışdıqda, yəni bu bayaqki nümunədir. Birinci dəfə mən bu qadından məlumatım yoxdur, qeyri-müəyyəndir. Bu qadını mən üçün tanımıram. Amma ikinci cümlədə bilirəm ki, sən parkdakı qadından danışsan. 2. Bizə məlum olan isimlər Z artiklı işlənir. Yəni, deyir ki, daşqın şəhərlərə, abidələrlə yenə çoxlu ziyan vurdu. Deməli, daşqınlar çox olur. Bəzən kənd yerində olsa, kənddə çox abidə olmur da. Deməli, mən əgər sizə məlumat verirəm ki, daşqın abidələrin hamısını dağıtdı, çoxlu abidələri məhv elədi. Deməli, o danışan və dinləyənə məlumdur. O daşqın hansıdır, o nə vaxt baş verib, məlum. Məsələn, deyirəm ki, daşqın hər yeri yudu apardı, məhv elədi cəmaatı. Deməli, siz bilirsiniz ki, biz hansı daşqından söhbət edirik. Kontekst içərisində o isim məlumdursa, Z artiklı qoyuram. Təbii ki, bunu tapmaq üçün nə lazımdır? Tərcümə lazımdır. Tərcümə eləməliyəm, tapmalıyam. Məsələ bitmişdir. Gəldim nəyə buna? Bəli, üçüncünü əzbərləməliyəm. Deyir ki, vahidlik bildirin. Yəni, ondan bir dənədir. Bir dənədir. Günəşdir, aydır, dünyadır, yerdir, səmadır. Bir dənədir. Z yazırsa məsələ bitmişdir. Mən bunu bilirəm. Hardan bilirəm? İsimdən. Biz dedik ki, xüsusi isimlər varlığı bir dənədir. Xüsusi isimlər böyüklə yazılır, varlığı bir dənədir. Və onlarla EN artiklı işlənməz, Z artiklı işlənməz. Amma biz dedik ki, adam adlarına S birləşərsə, adam adına S birləşərsə, bu zaman bu soyad bildirir, ailə bildirir, nəsli bildirir. Ona görə olur nə? Soyad və qarşısında Z var. Yoldaşlar, biz dedik ki, isimlə biraz inteqrasiya eləyək. Biz dedik ki, Azərbaycan dilində soyad necə bilinir? Ov, zadə, li, gil, bu formada biz bilirik ki, bu soyad. Məsələn, Həsənov, Ov, düzdürmü? Amma İngilizcə Həsənov da desən, Həsən də desən, onun üçün eyni şeydir. İkisi də ad. Niyə? Çünki adam soyadı bizdəki kimi Ov yerindən bilmir. Adam soyadı insan adının qarşısında Z varsa, onun beyninə siqnal gedir. Bu soyaddır. Brown adam adıdır. D. Brown oldu nə? Soyad. Və mütləq Z varsa, S də var. Z yoxdursa, S də yoxdur. Sadə bir isim qaydasıdır. Sifətin üstünlük dərəcəsində Z işlənir. Biz zaten sifət dərsini keçmişik və biz bilirik ki, sifətin üstünlük dərəcəsində Z olmalıdır. Olmasa yanlışdır. İndi siz bir dənə sual verəcəksiniz ki, sifətin üstünlük dərəcəsində həmişə mi artikel var? Yoldaşlar, biz zaten bu sifət mövzusudur, amma yenə də deyirəm, əvəzlikdən sonra, yəlik haldan sonra gələrsə, my smallest continent artikel atmalısan. Niyə? Çünki bu ümumi artikel qaydasıdır. Yəlik haldan sonra, yəlik əvəzliyindən sonra, ümumən bax, yəlik hal və ümumi əvəzlikdən sonra artikel gəlməz yoldaşlar. Biz bunu əvəzlikdə də demişik, biz bunu isimdə də demişik. Aydındır? Yəni, bu bir qızıl qaydada, istərsiniz bir yerə qeyd edin. Bax, eyni şey. My əvəzlikdir, bu da apostrof S-li yəlikdir. Ona görə də orada nədir? Artikel yoxdur. Aydındır? Sonra, most sözündən sonra, mostda biraz ehtiyatlı olmaq lazım. Niyə? Çünki
most üstünlük dərəcənin göstəricisidir. Yoldaşlar, burada bir dənə məqam var. Tutsanız, bitdi. Most həm təyin edici dərsində var, əksər mənasında, həm də üstünlük göstəricisi kimi də var, sifətdə. Yoldaşlar, təyin edici nəyə aid olan isimdir? Əsasən isimə. Bəs most nəyə aiddir? Dərəcə kimi, sifətə. Deməli, burada fokuslanan nəyə? Mostdan sonra direktman isim gəlirsə, sifət yoxdursa, deməli, avtomatik olaraq bu nədir? Təyin edici dərsidir, artikel olmayacaq. Amma yox, mostdan sonra sifət gəlibsə, bu üstünlük dərəcəni göstəricidir və mütləq Z qoymalısan. Yəni, özündən sonra isim varsa qoyma, özündən sonra sifət varsa mütləq işlətməlisən. Yəni, bu da çətin bir qayda deyil. Biz zaten sifət dərsində bunu bir daha təkrarlayacağıq. Baxmışsınızsa, baxmayın, yəni zaten bilirsiniz. Baxmamışsınızsa, gedin baxın. Sıra sayları. Bunu da sayda demişik biz. 19-cu əsr. Deməli, CH varsa Z olmalıdır. Bitdi. 3 dənəsi kökündən dəyişir. First, second, third. Qalanları CH ilə düzəlir. Sıra sayılarının əvvəlində əvəzlik və ya yəlik halda olan isim işlənərsə, bayaq dediyimiz fərq yox, nə olursa olsun. Əvəzliklə yəli hal varsa, özü apostrof S-dən söhbət gedir, orada artikel olmaz. Gəldim bu hissəyə. Burada biraz odaqlanaq, testlərə baxın, burada biraz odaqlanaq, testlərə düşən məqamlardandır. Coğrafi cəhətlərlə Z işlədilir. The north, the south, the west, the east. Bu bir. Sonra gəldim nəyə? Cəhətlər sifətləşdikdə, yəni erni şəkilçisi artırılarsa olmayacaq. Deməli, nə etməliyəm? Coğrafi cəhətə fikir verməliyəm. Ümumən, coğrafi cəhətinə artikel var. 1. Sifətləşibsə yoxdur. 2. Bir də, oflu konstruksiyanı görürsünüz. Ofla işlənərsə var. The south of Turkey. Türkiyənin nəyi? Cənubu. Düzdürmü? Amma ofu yığışdırsam, South Turkey desəm, artikel olmayacaq. Bir daha. Cəhətlərlə artikel var. Birinci hal. Sifətləşəndə yoxdur. İkinci hal. Ofla işlənirsə var. Üçüncü hal. Ölkə adının qabağında cəhət varsa, of yoxdursa, artikel da yoxdur. South Turkey. Aydındır. Bu da dördüncü hal. Ona görə deyirəm ki, cəhətlərə fikir verin. Əslində, bu qaydaların hamısı kitabda var. Sadəcə olaraq beyində komplektləşdirmək lazımdır ki, nədir? Bax, həmin dediyim məsələ. Burada of varsa Z olacaq. The North of America. Of yoxdursa North America olacaq. Bu qədər sadə. Millət adları. Əgər burada varsa, EN varsa, yəni işlənə bilər. Bu bir adamdan söhbət gedir. Məsələn, bir Rusdan, bir Almandan, nə bilim, bir İngilisdən söhbət gedir. Amma qarşısında Z varsa, biz bunu sifət dərsində və isim dərsində substantivləşmə hissəsində keçdik. Millət adlarının qarşısında Z varsa, o millətlər avtomatik olaraq cəmdədir. The Germans, Almanlar. The French, Fransızlar. Aydındır? Aha. Gəldik language məsələsində yenə dediyim, bu əzbərdir. Language varsa, Z var. Language yoxdursa, Z də yoxdur. Mən buna dair sizə məsələn, nə edə bilərəm? Heç nə. Bunu əzbərləməlisin. Language var, Z var. Yoxdursa yoxdur. Bu qədər sadə. Bəzən izah olunan şeylər olur, o da çox az bir ehtimaldır. Yəni, digər qaydalar kimi deyil də, yəni dayanmadan izah edeyim, başa salın falan, yox, yəni elə deyil. Substantivləşmə, isimdə keçmişik. Sifət, məsələn, rich sifətdir, varlı deməkdir və yaxud ki, poor falan fərqləmir. İsimləşə bilirmi? Bəli, necə? Z artırdım, isimləşdi, özdə necə isim? Cəm. The rich varlılar. The rich gördünmü? Xəbəri cəmdə götürəcəm. Bu qədər sadə. Ölkə adları ilə artikel işlənmir. Yəni, ümumən, ölkə adının qabağında olmaz. Amma burada bizə nə demək istəyir? Bunu yaxşı əzbərləyin. Ölkə adlarının qabağında təsvir edici təyin gələrsə, məsələn, Republic, Union, Kingdom, United, Emirates, State falan. Bunlar olarsa, bəli, Z artikli olmalıdır. Azərbaycan yoxdur. The Azerbaijan Republic, bəli, var. Burada bir dənə qeyd, buna fokuslanın. Bunların qısaltmaları da var. Məsələn, United States of Americanı USA kimi verir. O zaman yazmalıyam mı? Böyle yazmalısınız. The USA, The United Kingdom. Bu qədər sadə. Burada bir dənə Great Britain məsələsi var. Bizə də yazım. Deməli,
Great Britain və England sözlərində artikel olmayacaq. Məsələn, biz deyirik ki, Britain'dır, onda qarşısında great söz var. Müəllim demişdi ki, ölkə qabağında məsələn bu kimi sözlər varsa, mən onda Z artikel qoyuram. Xeyr, iminli Great Britain'dan çox ehtiyatlı olun. Çox ehtiyatlı olun. Çünki qarşımıza çıxıb deyirik ki, söz, The Great Britain. Yəni, testlər bizim açıq yerlərimizi bilir. Aydındır. Aha. 12-ci bəndə fikir verin. Çay, dəniz, okean, göl və boğaz adları ilə artikel işlənərsə, yoldaşlar, sizdən qəşəng bir sual gəldi. Hiss elədim. Ay müəllim, deyir ki, okeanlarla, çaylarla, dənizlərlə, göllərlə artikel var. Mən nə bilim, mən coğrafiya hazırlaşmam. Mən 1-ci qrupam, 3-cü qrupam, 4-cü qrupam. Mən coğrafiya bilim yoxdur. Mən hardan bilim ki, bu dənizdir, göldür və yaxud da bir qayda çıxacaq qarşınıza. Dağdır, zirvələrlə artikel işlənmir, amma dağ şəbəkə formasında, silsilə formasında olarsa işlənir. Ada tək formada olmaz, amma ada şəbəkə formasında olsa olar. Deyərsiniz ki, biz hardan bilək? Bəzi orada tutma məqamları var, amma ən qəşəng, ən gözəli yoldaşlar. Əgər burada, bu videoda bu adlar verilibsə, deməli, bu sənin testlərdə qarşına çıxacaq nümunələrdir. Hamımız 2-ci qrupa vermirik ki, xeyr. Deməli, mən bilməyə bilərəm, yəni. Bu eyb deyil. Mən hazırlaşdığım 5 dənə fən var, onlar üzrə gedirəm. Deməli, 3-cü qrup, 4-cü qrupun uşaqlarının bu söhbəti bilməsi üçün bunlar əzbərləməlidir. Temza çaydır, Amazon çaydır, Nil çaydır, Niagara çaydır. Bunları əzbərləməliyim. Aydındır. Yəni, river sözü işlənsə zaten cibimdədir. Mən bilirəm ki, yəni, dönüb river var da, yəni çay deməkdir. Mən də buraya artikelini yazıram. Yaxşı, işlətməsə necə olacaq? Mən nə bilim, bəlkə bu adam adıdır. Zaten cümlə tərcümə eləyəndə tutursam, amma yenə də əzbərləmək lazım. Okeanları əzbərlə, dənizləri əzbərlə, çayları əzbərlə, gölləri mütləq əzbərlə, sonra şəlalədir. Bir dənə göldə biraz dayanaq. Deyir ki, göllərin, dənizlərin, okeanların, çayların yanında river, sea, ocean, lake sözləri olub-olmasına asılı olmayaraq işlənir. Fikir verin, the Nile river, yəni heç bir fərq vermədən. Amma bir dənə bunu çıxmaq şərti ilə, gölü. Göl sözü qabağa gələrsə, elə bir ki, göllə Z-nin bir-birinə allergiyası var. Göl sözü qabağa gələrsə, burada artikel olmaz. The lake deyə bilmərəm. Belə şey yox. Amma göl buradan, bura gəlsə, qabaqda artikel qoymalıyam. The Baykal Lake. Fikir versiniz, yan-yana deyil. Olar. Amma yan-yana The Baykal ola bilməz. Bir dənə bu nüansa fikir verin, məsələ bitmişdir. Bir də burada körfəz məsələsi var. Körfəzin adları istisna olmalı. Deyirsiniz ki, mən bilməm axı körfəz hansılardır. Ümumən Bay sözünü verir, amma yenə də mən əzbərləyirəm. Bengal'dır, Findir, Riga'dır, Golden State Bridge'dir. Yəni, daha doğrusu o körpün adıdır. San Francisco'dur. Yəni, San Francisco ştat da var, zaten belə də işlətmirəm, elə də işlətmirəm, aydındır. Amma yenə də adlarını buradan bir əzbərləyirəm ki, qabağıma çıxsa deyim ki, Bengal yəni körfəzdir. Mən niyə çaşım ki? Amma adətən şey verir, körfəz sözünün özünü verir. Verməsə də günahkar deyil, biz əzbərləməliyik. Gəldim bura, deyir, dağ adların qarşısında mount sözü olarsa, ya təkdə olarsa, artikel işlədir. Yoldaşlar, istəyir mount olsun, olmasın, qabaqda yaz, arxada yaz, heç bir fərqi yoxdur. Dağdır, dərədir, təpədir, artikel yoxdur. Yəni, zirvədir, yoxdur. Amma silsilə olarsa, məsələn, silsilə nə deməkdir? Qafqaz sıra dağları. Kavkaz olsa, də Kavkaz olacaq. Niyə? Çünki o silsilədir. Aydındır, bu bir istisnadır. Bayaq ki, dediyimiz nümunə. Ada. İstəyir ada olsun, yarım ada olsun, fərq yoxdur. Artikel yoxdur. Artikel yoxdur. Amma o ada cəm formasında olarsa, şəbəkə kimi olarsa, yəni onun içində çoxlu ada olarsa, burada Z işlənəcək. Məsələn, Bahamdır, Canary'dir, Azordur, Filippinsdir, Balirikdir. Məsələn, Balirik, mən coğrafiya hazırlaşmıramsa, Balirik, məsələn, baletlə falanla əlaqələndirərəm yəni. Amma deməli, mən bugün bu hissəni əzbərləmişəm və bu videoya baxanda da mən sizə vurğulamışam ki, coğrafi adları vurun bura.
Yaddaşa vurun, qutardı getdi. Deməli, bunlar sıra öz adadır, sıra adalardır. Mütləq qarşısında Z yazacağım. Məsələn, yaza bilər. Deyək, Bahamas Island-da yaza bilər, amma yazmaya da bilər. Məsələn, British Islands-da yaza bilər, yazmaya da bilər. Yəni, yazması günahkar deyil. Məsələn, fikir verin, yazmayıb. Mən nə etməliyəm? Təbii ki də mən bunu əzbər bilməliyəm ki, bu adalar qrupudur və orada Z işlənməlidir. Bu qədər sadə. İndi bayaqki məsələ. Ada təkdədirsə, islanddirsə, səhvdir. Islandsdirsə, şəbəkədirsə, Z olmalıdır. Səhrada Z artiklı ilə işlənir. Yəni, bu düz məntiqdir. Mən buna heç nə eləmərəm. Səhranı əzbəri və ən çox testlərdə görəcəyiniz Qobindən Saharadır. Muzey, kino, teatr, qaleriya Z artiklı ilə işlənir. Sən bunu əzbərləməsən, mən sən nə edə bilərəm? Heç nə. The Tate Gallery, deyərsiniz ki, mən bunların da adını əzbərim, yox. Adətən muzey, kino, teatr, qaleriya adları olanda burada verir. The Tate Gallery, bildiyi ki, bu galeriyadır. Məsələn, Louvre Museum. Deməli, orada muzey olduğunu bilirsən, kino olduğunu bilirsən, teatr olduğunu bilirsən. Ona görə onların yanında versə, bilirsən ki, bunlarla Z işlənir. Sonra, söz önlərindən sonra ümumi isim gələrsə, əsasən Z işlənir. İfadə kimidir. To the park, under the tree, at the station, to the cinema. Niyə? Çünki mən söz önü ilə istiqamət bildirirəm. Məsələn, adi bir şey. To the park. Soruşam, hara gedirsən? Deyirsən ki, to the park. Parka gedirəm. İndi ölkədə nə çox park var. Hamısına eyni anda gedmirsən ki, mən sənə sual verirəm. Sən də mənə to the park deyə cavab verirsənsə, deməli, getdiyin yer mənə də, sənə də məlumdur. Yəni, məntiqini izah elədim bunun. Aydındır. Sonra, play məsələsi, yəni bunu biz uşaqlıqdan eşidirik. Çalğı alətləri olarsa Z var. Tardır, gitardır, sazdır. Amma oyun adları olarsa artikel yoxdur. Bu əzbərlənəsidir. Burada başqa bir şey yoxdur. Biraz da bura odaqlanaq, çünki burada da çox vaxt problem olur. Nəqliyyat adlarının önündə bay sözünü gələrsə artikel işlənməz. Lakin inanırlarsa gələr. Yoldaşlar, bay nəqliyyat vasitəsilə işləndirsə, bayın bir çox mənası var. Vasitəsilə mənası var, yanında mənası var, tərəfindən mənası var. Hamısında demirəm. Hamısında demirəm. Nəqliyyat vasitəsilə olarsa artikel sevmir, işlətmir. Amma yox, inlə ver, onunla ver, fərqi yoxdur ki, olmalıdır. Olmasa səhvdir. Yəni, söz önünün artikala bir allergiyası yoxdur. Bir dənə bay deyir ki, mənlə vermə. Bir dənə baydadır. Amma normalda bütün söz önlərini işlədirəm, yəni. Bu da əzbərlənəsi bir məqamdır. Deyir, sahil sözləri ilə artikel işlənir. Yəni, məsələn, nəyinsə bir sahili deyirsə, gölün və yaxud da çayın. Deməli, sahil iki dənədir də. Yəni, sahil və yaxud da ki, tərəf, çayın tərəf iki dənədir. Bir sağdır, bir sol. Yəni, bu necə başqa bir ola bilər ki? Ya o tayındasan, ya bu tayındasan. Yəni, orada da bir cümlə qurarsan, avtomatik olaraq o tay, bu tay məlum olmuş olur. Bu qədər sadə. Məsələn, Baykalın sahilində. Baykalın sahili bəllidir də, yəni o Baykalın qırağında olacaq da. Məsələn, sahillər insanı dincəldir. Hansı sahil? Amma bir dedik ki, Baykalın sahilində çoxlu daş var. Yəni, o daş haradadır? Baykalın sahilindədir də. Bəlkə başqa sahillərdə yoxdur. Yəni, avtomatik olaraq sən birbaşa bunları işlədsənsə, Z deməlisən. Burada heç bir çaşdırıcı məqam yoxdur. London hissələrinə, yəni bu hissələr əzbərə, the city, the west and the east and bunlar London böyük bir şəhər olduğuna görə onun da çox böyük hissələri var. Avtomatik olaraq onlarda Z ilə işlədir. Aşağıdakı söz və söz birləşmələrindən Z işlənir. In the corner of, at the beginning of, at the top of, in the center of. Gözünü yum əzbərlə. Yəni, çaşdırmamağın gözəl yolu budur. On the left of, at the bottom of, the same. Məsələn, deyərsiniz ki, niyə the same-də Z artikel var? Mən məsələn qoymaq istəmirəm. Yəni, bu yarananda belə yaranıbdır. Yəni, mən buna bir düzəliş verə bilmərəm. Aydındır, yalanı yarım saat mən danışım, yox. Əzbərlə geçsin. Bu qədər sadə. Radio sözü ilə artikel işləmir. Net, bitdi. Amma TV sözü ilə var. Mən əzbərləməliyəm. Radioda yoxdur, TV-də var. Yəni, bunun birlik yolu yoxdur. İnternet və zor sözləri həmişə Z artikellə işlənir. Bitdi. Deməli, radioda var. Daha doğrusu, radioda yoxdur. İnternetdə var, zooparkda var, televizorda var. Of-la işlənən yiyəlik halların %97%, 3% əlləri qoydum, hər iki tərəfi Z artikellə işlənir. Niyə? Çünki
bayaq cəhətlərdə bir dənə fikir verin. Dedi ki, the north of America. Amerikada qoymadım. Deməli, of'un bir tərəfində qoymadım. Deməli, ona görə deyirəm ki, of %97-98% hər iki tərəfində z istəyir, imini z istəyir. Amma of gəlməyə də bilər, məsələn, bu formada. Of bir də belə bir konstruksiya var, bunlar numerativ sözdür. Biz bunlar təyinizdə keçmişik və bunu əzbərləmişik. Məsələn, a number of bu əzbər ifadədir. Cəm isim, xəbər cəmdir. Z number of cəm isim, xəbər təkdir. Yəni, bunu əzbərləməlisən. Bunun başqa bir yolu yoxdur. Deyək, təyin budaq cümləsində təyin olunan söz məlum olarsa. The manager, yəni menecer, kim ki, indi işsizdir. Deməli, burada zaten bu boyda cümlə, budaq cümlə, meneceri təyin edir də. Bütün menecerlər işdən çıxmayıb ki. İmini burada danışdığım çıxıb. A number of, the number of məsələsi yuxarıda qeyd elədiyim. Baxın, burada bir saniyə dayanmaq istəyirəm. Last next məsələsi. Çox önəm verin. Çox düşən deməyim, çox qarışdırılan bir nüansdır. Çox qarışdırılan nüansdır. Zaman olarsa article yoxdur. Zaman olarsa article yoxdur. Amma yer bildirən olarsa article var. The last chapter yer kimi işlənir, sonuncu mənasında. Amma last yer zamandır. Yəni zamandırsa article yoxdur, amma yer bildirsə article var demək. Mütləq əzbərləyirsiniz. Günün hissələri, məsələn, in the morning. Niyə in the morning? Əzbərlə. Bitdi. Yəni bu netdir. Nida cümləsində, biz nida cümləsini keçmişik və deyirik ki, how və what'da da bu var. Mübtəda isimlə ifadə olunarsa z yazmalısınız. Niyə? Qaydadır. Bu bir aksiomadır, əzbərlə. Sonra iki dənə bu ifadə var, tez-tez düşür. To tell the truth, to tell a lie. Niyə yalan danışanda A, doğru danışanda Z-dir? Əzbərlə. Əzbərlə. Başqa bir yol yoxdur. Məşhur deyir, tikililərdə article işlənir. Okey. Amma mən bu qeyd hissəsinə fikir verirəm. Big Ben, Buckingham Palace and Westminster Abbey. 3 dənəsi istisnadır ki, bunlarda article işlənmir. Vur yaddaşa, geçsin. Gəldim nəyə? Article işlənməyən hallara. Yoldaşlar, bir əşya və şəxs ümumiyyətlə aid olarsa. Əslində, mən bu cümlə hardansa görmüşəm. O, bilsiz nədir? Zamanların indiki sadə zamanıdır. Orada bunun adını çəkmişik. Deyək ki, su 0 dərəcədə donur. Bu, ümumi məfhumdur. Uşaqların sevgiyə ehtiyacı var. Bu, ümumi bütün uşaqların sevgiyə ehtiyacı var. Görürsünüz, burada ümumiləşmə var. Məsələn, uşağın dizi sındı desəm, o uşağı bilirəm də, yəni bütün uşaqların dizi sınmayıb ki. Amma desəm, uşağın qayğıya ehtiyacı var, bütün uşaqların qayğıya ehtiyacı var. Ümumi və xüsusi söhbət var. Adları təkdə olanda, biz dedik, adadır, yarımadadır, dağdır, dərədir, təpədir. Yoxdur bunlardan article. Dağ, elə demişəm, adı da gəldi. Dağ adlarında, ölkə, şəhər, kənd adlarında. Yəni, ayağını bastığım zəmində, torpaqda article yoxdur. Şu, böyle söyləyəm. Şəhər adlarında yoxdur. Materik qitə yoxdur, yəni torpaqda. Oyun adları tək halda və yaxud da ki, play ilə olarsa yoxdur. Yəni, bir play də varsa yoxdur, olmasa da yoxdur, yəni fərq eləmədi. Həftənin günlərində, bax ki, həftənin günləri və ayları article-dan işlənmir. İfsə, qutardı getdi. Yemək məsələsini dedik. Ümumi yeməkdə yoxdur. Amma qabağını sifət işlətsəm, dadlı, böyük falan, onda olacaq. Elm fənn adlarında yoxdur. Şəxsin adları, deməli, deyik ki, şəxs adları ilə article işləmir. Leyla, Ümid falan yoxdur. Adam adları article işləmir. Sonra, most məsələsi. Burada biz siz nə demək istəyir? Deyik ki, əgər mostdan sonra isim gələrsə, bu təyin edici olur. Əksər mənasında çıxış edir, article yoxdur. Amma sifət gəlsə, avtomatik olaraq olur nə? Zərf. Daha doğrusu üstünlük dərəcə olur. Bir də belə bir şey var, yəni bu zərfə aid olan qaydadır. Zərfin üstünlük dərəcəsi olsa belə article yoxdur. Artıq sən bunu bilmək üçün sifət zərf dərsini bilməlisən ki, onların da videoları mövcuddur. İsmin qarşısında digər təyin edicilər, yəni yəli əvəzli və yəli halda olan söz. Mütləq şəkildə baxın. Yəlik əvəzlik, yəni bütün əvəzliklərin hamısı ayırmaq istəmirəm və yəlik hal. Bu iki dənə halda heç vaxt article işləmir. Deməli, yoldaşlar, 14-cü bəndə fikir verin. Deyir ki, bay sözünü ilə işlənən nəqliyyat vasitələri ilə olarsa article yoxdur. İndi burada bir dənə məsələ var. Biz bunu belə oxuyuruq, amma yadda necə saxlayırıq?
By ilə artikel işləmir. Bu ayrı bir şeydir. Bu ayrı bir şeydir. Yoldaşlar, by nəqliyyatla olarsa, bax, burada müəllimin rolu budur. By nəqliyyatla olarsa artikel yoxdur. Amma yanında məna, by təbii ki də başqa mənalar var tərəfindən, yanında, vasitəsilə, yanında mənasında olarsa artikel olacaq. Hardasan? Avtobusun yanında. By de bas. Amma desəm ki, nə ilə gəlmirsən? By bas desən, by bas başqa şeydir, by de bas başqa şeydir. Fərqli-fərqli şeylərdir. Davam edək. 15-ci bəhs çox rahat. Yəni, cəhətlər işlənəndə artikel yoxdur, cəhətlər sifətləşəndə artikel yoxdur, göl adları, göl sözü öndə olarsa artikel yoxdur. Çox sadə. İnsan adlarının qarşısında titul, peşə, qohumluq bildirərsə artikel yoxdur. Nəqliyyat, din, tədris və rəsmi müəssisələrlə artikel işləmir. Burada da bu heç sadə bir şeydir. Park, meydan məsələsində bir dənə fikir verin. Park, meydan, küçə adlarına artikel işlədilmir. Amma parkı bir dənə ayırmaq istəyirəm. Niyə? Çünki park adı ümumi olarsa artikel var, amma xüsusiləşərsə yoxdur. Yoldaşlar, deyirəm ki, hara geçsin? Deyirəm ki, to the park, parka gedirəm. Burada var. Park ümumidir. National olanda isə xüsusiləşdirmirsən, adı var. Aydındır. O parkın adı var, xüsusi, ona görə də burada artikel yoxdur. Bir dənə son bu cümlədən sizə bir şey demək istəyirəm. Yoldaşlar, artikelin ən gözəl birinci triki nədir? Sayılan təqsimin qarşısı 98% boş ola bilməz. Məsələn, mən testdə book gördüm, qabağı boş, nöqtə-nöqtə qoyubsa, variantlarda harada boşluqlar varsa, onları tulla. Niyə? Çünki bookun qabağı boş ola bilməz, 98%. Bəs o 2% nədir? Mən oradan çəkdim, çıxartdım. 2% nədir? Bookun qabağı 2 halda boş ola bilər. 1. Əvəzlikdən sonra book gələrsə, 2. Yəlik haldan sonra, apostrof esli yəlik haldan sonra book gələrsə, bu 2 halda yoxdur. Qalan bütün hallarda məcburən olmalıdır. Ya en ya da z artiklı. Yoldaşlar, bizim artiklımız bu qədər yekunlaşdı. Sizlərə uğurlar, bizi izləmədə qalın. Sağ olun.